Doktor, əvvəllər arxa-arxaya 3 dəfə, 4 dəfə, 5 dəfə ola bilirdim. İndi 2-ni eləsəm, ya şükür. Bəli, baxmaq lazımdır ki, buna səbəb nədir? Yaş keçdikcə illər öz sözünü deyir və bədənimizin müəyyən qədər qocalma əlamətləri olur. 20'li yaşlarda arxa-arxaya, yəni 15 dəqiqəlik fasilələr bizə bəs edərkən 30'lu yaşlarda bu fasilələr 40 dəqiqələrə qədər çəkə bilir. 50 yaşından yuxarılarda isə 1 saatlıq fasilələr də artıq normal qəbul olunur. Bu tamamilə bizim qocalmanın verdiyi fiziolojik bir yoldur. Yəni yaş keçdikcə beynimizdə dopamin, serotonin ifrazı müəyyən qədər fərqliliklər göstərir. Eyni zamanda testosteron da enir və beləliklə də artıq əvvəlki o performansımızı ala bilmirik. Yəni təsəvvür eləyin, siz 60'lı yaşlardasınız və 20'li yaşlardakı enerjiniz var. Arxa-arxaya 3-4 dəfələrlə, 5 dəfələrlə münasibətə girə bilirsiniz. Elə bu yaşlarda sizin ürək tutmalarınızın da riski artır və bunu etdiyimizdə də yəni cinsi əlaqə özü bir şiddətli bir idman aktıdır. Bu ürəyimizə mənfi şəkildə təsir göstərə bilir. Yəni bizim etməmiz gerəkən şey sadəcə olaraq öz bədənimizə yaxşı baxmaqdır. Yuxu rejimimiz normal olmalıdır, qidalanmamız normal olmalıdır, idmana yaxın olmalıyıq, bol-bol hərəkət etməliyik ki, bədəndə testosteron yüksək səviyyələrdə olsun və serotonin, dopamin balansı da istədiyimiz qaydada geçsin ki, bədənimiz gec qocalsın və qocalmanın verdiyi sərtləşən problemlərindən də bir o qədər uzaq olaq.